Salam əziz dördüncülər, 4-cü siniflər üçün ssenari yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. 17-ci test. Mövzumuz ədədin bölənləri və bölünənləri. İlk öncə gəlin ədədin böləni nədir, bölünəni nədir? Bu haqda yəni onun tərifini verək, qısaca məlumat verim. Ondan sonra tapşırıqlara keçərik. Hər bir ədədin qalıqsız bölündüyü ədədlər bu ədədin bölənləri adlanmış olur. Bəs bölünən nədir? Hər bir ədədə qalıqsız bölünən ədədlər isə həmin ədədin bölünənləri adlanmış olur. Yəni, məsələn, bir ədədi götürsək, əgər bölənlərini tapmaq istəyiriksə, məsələn, 20 ədədi götürək. 20 hansı ədədlərə qalıqsız bölünür? 20 1-ə qalıqsız bölünür, 2-yə qalıqsız bölünür, 4-ə qalıqsız bölünür, 5-ə qalıqsız bölünür, daha sonra 10-a qalıqsız bölünür, 20-nin özünə qalıqsız bölünür. Bunlar onun əlbəttə ki, bölənləri olur. Bölənlər sonlu saydadır, yəni müəyyən sayda bölənləri olur. Amma bölünənlərinə gələndə sonsuz saydadır. Yəni, hər bir ədədin ən kiçik böləni 1-dir, ən böyük natural bölənindən əlbəttə danışırıq. Natural böləni isə ədədin özünə bərabər olmuş olur. Amma bölünənə gələndə isə hər bir ədədin ən kiçik bölünəni, natural bölünəni ədədin özüdür. Ən böyük isə sonsuz sayda, yəni yoxdur. Məsələn, biz bir ədəd götürək, deyək ki, götürürük 3. 3-ün bölünənlərini yazmaq istəyirik. Ən kiçiyi 3-ün özüdür. Daha sonra 6. Yəni 1 qatı, 2 qatı, 3 qatı bu cür davam etmiş olur. Daha sonra deyirik 9-dur, növbəti 12-dir, növbəti 15-dir. Bu cür sonsuza qədər davam etmiş olacaq. Bugünkü dərsimiz də ədədin bölənləri və bölünənləri haqqındadır. Tapşırıqların həlli zamanı da geniş məlumat verməyə çalışacağam. İzləyin. Keçək tapşırıq 1-dən başlayaq, görə 1-də nə yazır? 1-də yazır ki, verilmiş ədədin bölənləri aşağıdakılardan hansıdır? 160-dır. Əlbəttə, bölənlərini deyirsə, biz baxırıq ki, 160 neçəyə bölünmüş olur. Burada 10-a qədər yazıb, tamam. Deməli, 1-ə, 2-yə bölünür, cüt ədəddir. 3-ə bölünürmü? Xeyr, bölünmür. Çünki 3-ə bölünmə əlamət, burada bölünmə əlamətlərini yaxşı bilməyimiz lazımdır. 4-ə bölünür, bəli. 0-la bitdiyinə görə 5-ə bölünür, bəli. Daha sonra 6-ya bölünürmü? 6-ya bölünmə əlaməti budur ki, eyni zamanda 2-yə və 3-ə bölünədir. Demək, 6-ya da bölünmür. 7-yə bölünürmü? Xeyr, 7-yə də bölünmür. 8-ə bölünürmü? Bəli, 8-ə bölünmüş olur. Daha sonra 10-a qədər yazmaq. 10-a da bölünür. Yəni, biz burada 10-a qədər gördüyümüzə görə 10-a qədər yazmış oluruq. İndi baxırıq, birinci varianta baxırıq. 2, 3, 3 olduğuna görə deməli A variantı deyil. B-yə baxırıq. 2, 5, 6, 8. 6 olduğuna görə B də deyil. Daha sonra C-yə baxırıq. 4, 5, 8 ol. 4 var, 5 var, 8 var, 10 var. Yəni, buradakı son 4'lük hamısı burada da var. Deməli, doğru cavabımız C variantı olacaq. D-də də görürsünüz 3 var. Ona görə də D də deyil. Bunu da sıradan çıxarda bilərik. 2-yə baxırıq. Yazın ki, hansı ədəd sadə ədəddir? Sadə ədədlər haqqında da məlumat verim ki, yalnız özünə və 1-ə bölünən, yəni 2 böləni olan ədədlər sadə ədədlər adlanmış olur. Sadə ədədlər içərisində yeganə cüt ədəd 2-dir. Qalanları isə, yəni qalan sadə ədədlər tək ədədlər içərisindədir, amma bütün tək ədədlər sadə deyillər. Hansılar ki, yalnız özünə və 1-ə bölünür, bunlar sadə ədədlər olmuş olur ki, A-ya baxırıq. 23, 23 sadədir. Yəni, bunun üçün vurma cədvəlini biraz yaxşı bilməyin. Bir də bölünmə əlamətlərini bilsək, yetərli olacaq. 23 sadə ədəddir. Doğru cavabım A variantında var. 39, məsələn, bilirik ki, 3-ə bölünür, 13-ə bölünür, 1-ə bölünür. Özü və daha doğrusu 1-dən başqa 3-ə və 13-ə də bölünür. 42, 3-ə də bölünür, daha sonra 14-ə bölünür, 7-yə bölünür, 6-ya bölünür, 2-yə bölünür. Yəni, burada çoxdur özündən və 1-dən başqa. 56 da o cümlədən, yəni 7, 8, 4-ə bölünür və s. və ilaxır. Yəni, 3 dənə bölənib 3 və daha artıq. Bunlar sadədir. Bir də nə olur? Mürəkkəb olur. Bunu da deyim. 3 və daha artıq böləni olan ədədlər isə mürəkkəb ədədlər adlanmış olur.
3-ə baxırıq. Yazır ki, verilən ədədlərdən neçəsi 3-ə tam bölünür? Burada bölünmə əlamətindən 3-ə bölünmə əlamətlərini bilməliyik. 3-ə bölünmə əlamətindəki rəqəmlərinin cəmi 3-ə qalıqsız bölünən ədəd, özü də 3-ə qalıqsız bölünür. 2, 4, 5 rəqəmlərinin cəmi 11 eləyir. Bölünmür. 6, 4, 6 eləyəcək 16, bu da bölünmür. 16, bu da bölünmür. 7, 8, 15 eləyir, bu bölünür. Neçəsi? 1-i. A variantı olmuş oldu. 3-ə qalıqsız bölünmə, yəni tam bölünmək qalıqsız bölünmədən danışılır. 4-də yazır ki, hansı ədəd 6-ya bölünəndir? 6-nın bölünənidir. Bölünəni deyirsə, yəni biz bilirik ki, yəni hansı ədəd 6-ya bölünür, onu bizdən soruşur. Baxırıq ki, 3752. 6-ya bölünmə əlamətindən bilməyimiz lazımdır ki, eyni zamanda 2-yə və 3-ə bir başqa deyişlə desək ki, 3-ə bölünən cüt ədədlər. Yəni 3-ə qalıqsız bölünən cüt ədədlər 6-ya da bölünür. Cüt ədəddir, yəni cüt ədəddirsə baxırıq. Tək ədədlər, yəni ümumiyyətlə tək ədəd olmaz. Heç bir tək ədəd 6-ya bölünmür. Yəni ümumiyyətlə nəinki 6, heç bir cüt ədədə tək ədəd bölünmüş olmur. Burada da 3, 7 baxır ki, rəqəmlərin cəmi neçədir? 17-dir. 17 olduğuna görə 3-ə bölünmədiyinə görə bölünmür. 2-yə bölünür, amma 3-ə bölünür. Burada tək ədəd olduğuna görə bunu da çıxardırıq aradan. 4, 3, 5, 6 rəqəmlərin cəmi 18 eləyir. 18 3-ə qalıqsız bölünür və cüt ədəd olduğuna görə doğru cavabımız C variantıdır. İstəsək bunu da yoxlaya bilərik ki, bu da 17 eləyir rəqəmlərin cəmi, bu da bölünmür. Deməli, doğru cavabımız C variantı olmuş oldu. 5-ə baxırıq. Yazır Venn diaqramının orta hissəsinə hansı ədəd yazılmalıdır? Venn diaqramının orta hissəsinə, yəni 2-yə və 3-ə bölünən ədədlər ayrı-ayrı yazır. Həm 2, həm 3-ə bölünən ədədlər yazılmalıdır. Yəni ki, 6-ya bölünən ədədlər. Burada baxırıq ki, cüt ədəd olmalıdır bu. Həm də ki, 2-yə bölünməlidir. Baxırıq ki, daha doğrusu 3-ə bölünməlidir. 122 rəqəmlərinin cəmi 5-dir. Deməli, bu ortaya yazıla bilməz. Bu tək ədəddir. Ümumiyyətlə bunu üstündən keçdik. Daha sonra 324 9 rəqəmlərinin cəmi. Rəqəmlərin cəmi 3-ə bölünür. Özü də cüt ədəddir. Deməli, bunu ortaya yaza bilərik. C variantı doğru cavabımız olmuş oldu. Keçirik 6. Yazır ki, Rüfət kitablarını hər rəfdə eyni sayda olmaqla əvvəlcə 5 rəfə, sonra isə 6 rəfə düzdür. Onun kitablarının sayı 70-dən çox, 110-dan azdır. Rüfətin neçə kitabı var? Bunun üçün həm deməli 5-ə, həm də 6-ya bölünən ədəddir. Ən kiçiyini tapırıq ki, ən kiçik 5-ə və 6-ya bölünən ədəd neçədir? Bunlar ardıcıl ədəd olduğuna görə, yəni bir-birinin ardınca gəldiyinə görə bunların ən kiçik ortaq bölünəni bunların hasili olmuş olur. Yəni bunlar qarşılıqlı sadə ədədlərdir. Gələcəkdə bu haqda öyrənərsiniz. Bu da 30 elədiyinə görə bundan sonrakılar, yəni bu eyni həmin bu həm 5-ə, həm 6-ya bölünəndə 30-un misilləri olacaq. Yəni ki 60 olacaq, növbəti 90 olmuş olacaq. Bizə lazımdır ki, bizim aldığımız ədəd 70 ilə 110 arasında yerləşsin ki, növbətdə məsələn olacaq nəsə 120. 70 ilə 110 arasında yerləşsin 90-dır. Deməli doğru cavabımız nə olacaq? D variantıdır. 7-yə baxırıq. Yazır ki, verilmiş ədədin bölünənləri aşağıdakılardan hansıdır? 9-un bölünənləri, yəni 9-a bölünən ədədlər. 70 bölünmür, elə bir dəfəlik A variantı, yəni bunun üstündən keçdik. 405, 9-a bölünmə əlamətini bilməliyik ki, rəqəmlərin cəmi eyni 3-dəki kimidir. 9-a qalıqsız bölünürsə, bu ədəddə 9-a qalıqsız bölünmüş olacaq. 405 bölünür, bəli. 216, bu da bölünür. 378, bu da bölünür. Doğru cavabımız B variantı olmuş olacaq. Hansı ədəd sadə deyil? Sadə ədədlər haqqında danışdıq az öncə. Dedik ki, həm təkcə özünə və birə bölünən ədədlərdir. 71 sadə ədəddir. Yəni bu bizə hansı deyil soruşur. Bu variant deyil. 19 sadə ədəddir. 53 sadə ədəddir. 87 isə sadə ədəd deyil. 87 3-ə bölünür. Əlbəttə ki, 29 dəfə bölünmüş olur. Hansı sadə deyil? D variantında 87 sadə deyil. Aşağıdakı ədədlərdən hansı 9-a tam bölünür? Yəni hansılar 9-a bölünür? 9-a bölünmə əlamətini bilməliyik ki, 345-ə baxırıq. 345-in rəqəmlərinin cəmi 12-dir. 12 yuxarı baxaq. Düz yazmışdıq da, hə. 312 12 bölünmədiyinə görə bölünmür. 524 bu da 11 eləyir rəqəmlərin cəmi, bu da bölünmür. 495 burada 18 eləyir. Deməli, nə olacaq? Doğru cavabımız C variantı. Ona baxırıq, ya ki, ədədlərdən neçəsi 5-in
bölünənidir. Bölünənidir soruşur bizdən. Yəni 5-ə bölünür. 5-ə bölünmə əlaməti sonu 0 və 5 ilə qutaranlardır. Deməli birincisi deyil. Daha doğrusu deyilin üstündən bu cür xətt çəkirik. İkincisi 0 ilə qutarır, bəli. 4 ilə qutarır, deyil. 6 ilə qutarır, deyil və 455 5 ilə qutarır, bəli. İkisi doğru cavab B variantı. 11-ə baxırıq. Venn diaqramının orta hissəsinə hansı ədəd yazılmalıdır? 6 və 9. Yəni bunların ortağı olmalı ki, eyni zamanda 6-ya və 9-a bölünən ədədlər olmalıdır. Bunun ən kiçiyi 18-dir. Deməli 18-ə bölünən ədəd olmalıdır. Burada nəyi götürmüş olarıq? Eyni zamanda 9-a bölünən cüt ədədlərdən danışarıq. Yəni 9-a bölünən cüt ədədlər 6-ya da bölünmüş olacaq. Bunu da yaddan çıxarmayın. Yəni cüt ədəd olmalıdır. Ona görə də tək ədəd olanın üstündən xətt çəkirik. 9-a bölünən cüt ədəd. Yəni bu cüt ədəddir və 9-a bölünürsə, deməli 6-ya da bölünmüş olacaq. 4, 8, 6. Baxırıq ki, burada neçə eləyir? 10, 18. Elə doğru cavab A variantında verilmişdir. Bu ədəd nə olacaq? Bölünmüş olacaq. Yəni 486-nı yaza bilərik. Digərinə baxsaq, digərlərini yazmış ola bilmərik. Baxın. Yazılmamalıdır, bağışlayın. 3, 2, 4 bunların cəmi, yəni cüt ədəd və 9-a bölünür bu da. Bunlar yazılmamalıdır. Mən deyirəm axı 324 də bölünür, bunlar da bölünür. Bu bölünməyən lazımdır. Olmalıdır, mən oxumuşdum. Doğru cavabımız D variantıdır. Burada diqqətli olmağımız lazımdır. Çünki oxuyanda burada altından xətt çəkilib, biraz fikrimiz dağınıq oldu. 12-yə baxırıq. Mehdi əmi bağdan yığılan meyvələri hər səbətdə eyni sayda olmaqla əvvəlcə 4 səbətə, sonra isə 9 səbətə qoydu. Onun yığdığı meyvələrin sayı 190-dan çox, 220-dən azdır. Mehdi əmi cəmi neçə meyvə yığmışdır? Bax, burada həm 4-ə, həm də ki 9-a bölünən. 4 və 9-un ən kiçik ortaq bölünəni, yəni hər ikisinə bölünən ədəd 4 ilə 9-un hasili 36-dır. Deməli, burada elə bir ədəd olmalıdır ki, həm 190-dan böyük, həm 220-dən kiçik olmalı, həm də 36-ya bölünməlidir. Bu da eləyir 216. Burada 180 ola bilməz. Çünki 190-dan kiçik, 160 ola bilməz. 252 də ola bilməz. 220 zaten bununla bilirik ki, bu da 220-dən böyükdür. Bu da doğru cavab C variantı. 216 36-ya da bölünür. Hətta yəni bu bizim dediyimiz variant olmasa da burada yəni buradakılara görə deyirik ki, cavab verə bilərik. Çünki 190-dan kiçik idi ikisi. Biri də böyükdür. Bunları çıxdıq, yerdə 216 qaldı. 216 36-ya bölünür. 13-ə baxırıq. Yazaq ki, çox rəqəmli ədədin bir rəqəmli ədədə bölünməsi barədə deyilənlərdən hansı səhvdir? Yazırıq ki, rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Doğrudur bu. Eyni zamanda 3-ə və 2-yə bölünən ədədlər 6-ya bölünür. Doğrudur bu. 9-a bölünən ədədlər həmçinin 3-ə də bölünür. Bu da doğrudur. 3-ə bölünən ədədlər həmçinin 9-a da bölünür. Bu doğru deyil. Çünki yəni bütün ədədlərdən danışır. Düzdür, elə ədədlər var ki, 3-ə bölünəcək, o 9, məsələn 18, amma məsələn 21 9-a bölünmür. 3-ə bölünür, amma 9-a bölünmür. 14-ə baxırıq, yazır ki, 64-ün neçə böləni var? 64-ün bölənlərinin sayı. Gələcəkdə bunun bölənlərinin sayının tapılma qaydasını öyrənərsiniz. Yəni daha fərqli şəkildə. Bu günləri isə biz 64-ün bölənlərini yazmış oluruq. Məsələn, biz bilirik ki, 1-ə bölünür. Daha sonra 2-yə cüt ədəddir, 2-yə bölünür. 3-ə bölünmür, amma 4-ə bölünür. 5-ə bölünmür, amma deməli 6-ya da bölünmür, amma 7-yə də bölünmür. 8-ə bölünür. Daha sonra 9-a bölünmür, 10-a bölünmür, 11-ə bölünmür, 12-yə bölünmür, 13-ə deməli 8 dəfə, 4-dən neçə dəfə bölünür? 16 dəfə. Deməli 8-ə bölünür, sonra 16, buradan bir dənə diqqətli olaq, 4-dən isə 16 dəfə bölünür. 2-yə neçə dəfə bölünmüş olacaq? 32. 1-ə də 64. Burada neçə oldu? Neçə böləni var? Əlbəttə ki, 3, 3, o da 7. Doğru cavabımız C variantında verilmişdir. Ortaya gəlib çatandan sonra bəzi ədədlər müəyyən ədədlərin kvadratıdır. Onların bölənləri tək sayda olur, amma kvadratı olmur. Məsələn ki, 8-in kvadratı, yəni 8-in özünə vurulmasından alınan hasildir. Onda tək sayda olacaq bölənlərin sayı. Yox, əgər
özünə vurulan bir ədədin hasili deyilsə, o zaman cüt sayda olmuş olacaq. Bunu yəni biləsiniz, gələcəkdə daha ətraflı bunları öyrənərsiniz. 72-nin bölənlərinin sayını 56-nın bölənlərinin sayına vursaq, hasil neçə edər? Gəlin 72-nin bölənlərini yazmış olaq. 72. Deməli 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 5-ə bölünmür, 6-ya bölünür. Daha sonra 8-ə bölünür, 9-a bölünür, 8-ə 9 dəfə. Deməli 12 dəfə. Diqqətli olaq, 12. 4-ə neçə dəfə bölünəcək? Burada vergi qoyaq. 4-ə bölünür 18 dəfə. 3-ə neçə dəfə bölünür? 24 dəfə. 2-ə neçə dəfə bölünür? 36 dəfə və 1-ə də neçə dəfə? 72 dəfə. Ay, çox bir xeyli oldu. Yarıya qədər 1, 2, 3, 4, 5, 6, 6, 12. Deməli oldu 12. Daha sonra 56-nın yazırıq. 56. 56 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünmür, amma 4-ə bölünür. 5-ə bölünmür, 6-ya bölünmür, 7-yə bölünür, 8-ə bölünür. Bax, 7, 8-ə bölünür. 4-ə neçə dəfə? 14 dəfə. 2-yə neçə dəfə? 28 dəfə. 1-ə neçə dəfə? 56 dəfə. Neçə oldu? Deməli 1, 2, 3, 4, yarı 8. Bu da 12-ni vurarıq 8-ə. Bu da bərabər 96, 70 oldu. Doğru cavab B variantı. 16-ya baxırıq. Bayaq bu biraz kiçildək və burada görünsün. Bunu da buradan silək. Nə yazır? Hansı Venn diaqramı səhvdir? Səhv istəyir, səhvi istəyir. Baxırıq ki, yəni 3-ün bölənləri 18, 6, 12, 24, 4-ün bölənləri bu doğrudur. Yəni bu doğru oldu. Baxırıq 2-nin bölünənləri 12, 14, 7-nin 14 burada olmamalıdır. Yəni ortada olmalıydı. 14 ortada olmalıdır. 14'ü burada yazıblar. Çünki 14 eyni zamanda 2 var. Deməli, hansı Venn diaqramı səhvdir? B variantı səhv olmuş olacaq. Digərlərini yəqin ki, doğru olmuş olur. Ehtiyac yoxdur baxmağa da. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.